Şəmkir rayonunda 35 yaşlı kişi həyat yoldaşına qarşı zorakılıq edib. Hadisə bu ilin martın 1-də baş verib. Belə ki, 1991-ci il təvəllüdlü Sərdar həmin gün saat 23:45-də yaşadığı evdə arvadı Saranı döyüb. Faktla bağlı Sərdarın barəsində Cinayət Məcəlləsinin 128-ci qəsdən sağlamlığa zərər vurma maddəsi ilə ittiham elan edilib. İş üzrə izahat verən Sərdar ona elan olmuş ittiham üzrə özünü təqsirli bilib. O bildirib ki, hadisə günü dayısı oğlunun avtomobilini sürərək ailəsi ilə qonaqlıqdan qayıdıblar. Evə çatanda Sara avtomobildən düşmək istəmədi. Aramızda mübahisə yaranandan sonra maşından düşdü. Sonra dostlarımla görüşmək üçün kənd ərazisində yerləşən çay evinə getdim. Amma bağlı olduğu üçün evə qayıtdım. Yenidən həyat yoldaşımla dalaşdıq və onun sifətinə əlimlə xəsarət yetirdim. Sonra isə Sara Daxili İşlər Nazirliyinin 102 zərb xidmətinə müraciət etdi. Şəmkir rayon polis şöbəsinin əməkdaşları yaşadığımız evə gələrək məni polis şöbəsinə dəvət etdilər. Hazırda yoldaşım ilə barışmışam və onun mənə qarşı şikayəti yoxdur deyə Sərdar bildirib. İş üzrə zərər çəkmiş Saranın sözlərinə görə Sərdar ilə 8 il müddətdir ki, evlidirlər. Hadisə günü qonaqlıqdan evə qayıdanda Sərdar içkili olduğu üçün əvvəlcə avtomobildən düşmək istəmədim. O məni məcbur etdikdən sonra düşdüm və qapını sərt şəkildə örtdüm. 25 dəqiqə sonra Sərdar əsəbi halda evə girdi. Mənim avtomobildən düşməməyimə narazılığını bildirərək səsini yüksəltdi və məni döyməyə başladı. Bu zaman Sərdarın anası çətinliklə bizi ayırdı deyə zərər çəkmiş bildirib. Şəmkir rayon məhkəməsinin hökmü ilə Cinayət Məcəlləsinin 73.2-ci maddəsinə əsasən təqsirləndirilən şəxsin barəsində olan cinayət təqibinə xitam verilib və o cinayət məsuliyyətindən azad edilib.